Salam, axşamınız xeyir əziz dostlar. Bir video paylaşmışdım. Bu videodan mazol yaraları, barmaq aralarında yaranan yaralar haqqında bir pasientlə söhbətimi paylaşmışam. Və postun altında onlarla mesajlar var. Hərə bir məsləhət verir. Əziz dostlar, əvvəla bu xəstə ağır yaralı problemi olan pasientlərə aiddir. Bir xəstə var, ağır yarası var və bu düzəlmir. Əgər belə bir yaramız varsa və bunu düzələ bilməyib mənə gəlibsə, demək ki, sizin verdiyiniz məsləhətlərin hamısını ediblər, amma sağalmayıblar. Bunlara xahiş edirəm, məsləhət verdiyiniz zaman diqqətli olun. Biri Teymur pastası deyilən bir mazı məsləhət verir. Teymur pastası eləyin, sağalacaq. Bəli, kömək eləyir, haqlısınız, amma bu cür xəstələrə deyil. Bizim xəstələrimizin şəkəri var, bizim xəstələrimizin damar problemləri var, bizim xəstələrimizin barmaq quruluşları dəyişilib, bizim xəstələrimizin ayaqlarının altı quru, barmaqlarının arası isə nəm olur və hissiyat pozğunluğu olur. Bu hissiyat pozulduğuna görə pasientlərin ayaqlarına dəyən iynə batması belə, dəyən çınqıl, daşı belə hiss eləyə bilmirlər. Ayaqlarını alova yaxın tuturlar, amma onu da hiss eləyə bilmirlər ki, ayaqları yanır. Ayaqlarını ayaqqabı sıxır, ayaqqabı sıxdığı yerdə çox ciddi yara yaranır, amma yenə hiss eləyə bilmirlər. Əgər ora baxmasalar və ya yaxınları baxmasa, demək nə etmək lazımdır dostlar? Bilib-bilmədən məsləhət verməyin, şərhlərin altına yazmayın, qonşunuza bildirməyin. Sizin verdiyiniz məsləhəti eləyib, bir pasientin ayağı, bir insan ayağını itirə bilər və siz bunun cavabını verməlisiniz. Bu həyatda karma deyilən bir şey var. Düzdür, sizin sözünüzə qulaq asanda da problem var. Amma bilib-bilmədən danışmağınız da doğru deyil. Xahiş edirəm, buna diqqət edin.